5 il əvvəl Toyota gələcəyin utopik şəhərinin gözəl planını təqdim edirdi. Bugün isə Woven City rəsmi olaraq işə düşüb və burada artıq real insanlar yaşayır. Dəyəri 10 milyard olan bu kompleks sadəcə yaşayış kompleksi deyil, açıq səma altında əsl laboratoriyadır. Burada 300 ailə Toyota'nın ən qabaqcıl texnologiyalarını gündəlik həyatlarında sınaqdan keçirirlər. Təsəvvür edin, səhər oyanırsınız, səhər yeməyiniz isə artıq yeraltı tunel ilə pilotsuz arabada sizə doğru gəlir. Işıqlandırma əvvəlcədən sizin üçün ideal şəkildə qurulub və hətta piyada hərəkəti də elə tənzimlənib ki, işıqforlarda dayanmayasınız. 2026-cı ildən etibarən Woven City-yə adi turistləri də buraxacaqlar, amma burada yaşamaq yalnız xalqın uşağına qismət olacaq. Əgər videolarım xoşunuza gəlirsə dəstək olmağı unutmayın. Hər kəsə minnətdaram. Bütün sakinləri iki kasta bölüblər. İxtiraçılar və kayfariklər. Birincilər yaradır və kəşf edir. İkincilər isə sadəcə həyatın dadını çıxarırlar. Toyota bu layihəni genişləndirməyi və bütün yenilikləri dünyanın digər şəhərlərinə tətbiq etməyi planlaşdırır. Əslində, bu tarixdə ilk dəfə olaraq insan sivilizasiyası üçün tam funksional test serveridir və artıq işləyir. Bizimkilər isə hələ də su problemi yaşayırlar.